Keçən dərsdə biz çox istifadə olunan bir funksiyanı keçdik. Həmin funksiyanın adı sum funksiyasıdır. Bugün biz bu mövzunu davam edəcəyik və tarix və vaxt funksiyalarını keçəcəyik. Keçək bu vərəqə. Dərsin axırında isə xanal üçün qeydlər yaradacağıq. Əvvəlcə bir balaca nəzəriyyə dərsi. Excel proqramında minimal tarix 01.01.1900-cu ildir. Yəni yanvarın 1-i 1900-cu ildir. Ondan aşağı olan tarixləri Excel proqramı qəbul eləmir. Söhbət Windows əməliyyat sistemindən gedir. Əgər sizdə Macintosh sisteminizsə, yəni kompüterdə yaxud notebookda Macintosh əməliyyat sistemidirsə, orada minimal tarix 01.01.1904-cü ildir. Əgər o tarixi dəyişmək istəyirsiniz ki, minimal tarix 1900-cü il olsun, yəni 01.01.1900 olsun, onda keçirsiniz fayl tabına. Fayl tabından keçirsiniz parametrə, yəni options. Burada doполнительно, yəni əlavə. Və burada tapırsınız belə bir bölməni. Göstərim sizə bu bölməni. Bu bölmədə görürsünüz использовать систему DAT 1904. Əgər sizdə Macintosh sistemidirsə, burada sizdə quş olacaq. Bu quşu yığışdırır, belə olacaq. Quşu yığışdırırsınız, OK düyməsini basırsınız. Onda 1900-cü ildən sistem yanvarın 1-i 1900-cü ildən işləyəcək. Sonra Excel proqramı tarixləri rəqəmlər kimi başa düşür. Yəni əgər biz yığırıqsa, tutalım ki 01.01.1900-cü il, Excel proqramı onu 1 kimi qəbul edir. İndi sizə göstərəcəyim onu. Tarixləri necə daxil eləmək olar? Birinci variant belədir, nöqtə ilə. 01 tutalım ki, nöqtə, deyək ki, 18 nöqtə 2025 2024 tutalım belə. Slash işarəsi ilə, yəni bölmə işarəsi ilə 01 08 2024 yaxud tire işarəsi ilə 01 08 2024. Excel proqramı 3 variantı da qəbul edir. Hamısında axır nəticədə nöqtə duracaq. Bu belə. İndi burada daxil edirik bir rəqəmini. Əgər rəqəm daxil edirsə, o xanalın sağ tərəfində yerləşir. Keçirik format ячеек bölməsinə və burada format ячеек, yəni xanaların formatı əmrini seçirik. Keçən dərslərdə sizə demişdim ki, buradan da eləmək olar. Buradan da, buradan da, buradan da. Yaxud burada sağ düyməni basıb format ячеек seçirsiniz komandasını. Belə bir pəncərə açılır. Fikir veririz. Format həmişə standart opsiya olur, yəni ümumi. Amma biz onu dəyişə bilərik. Keçən dərslərdə bu format seçmişdik, çislovo, yəni rəqəm. Bu format seçmişdik, denizli, yəni maliyyə. İndi bu format seçirik, data, tarix. Və birinci variantı götürürük. Burada dolğun yazılır, rəqəmlərlə yazılır və dolğun yazılır. Bu variantda var, amma burada görürsünüz il dolğun yazılmır. 12 göstərir. Gəl bunu seçək və OK düyməsini basırıq. Burada bir rəqəmidir. Görürsünüz, Excel sizə göstərir 01.01.1900. Yəni bu tarix Excel'in yaddaşında 1 kimi qalır. Gəlin yazaq, tutalım ki 10.01 10 yığaq və həmin əməliyyatı yerinə yetirək. Görürsünüz 10.01.1900. Gəl burada 1000 yığaq. Keçək buradan.
Görürsünüz. 26 sentyabr 1902-ci il. İndi gəlirik keçək tarix və vaxt funksiyalarına. Həmin funksiyalar formul tabında yerləşir. Budur data i время. Bu tarix və vaxt funksiyalarıdır. Bundan başqa burada maliyyə funksiyaları da var, riyazi funksiyalar da var, mətn funksiyaları da var və s. Axırıncı funksiyalar var. Hamısını biraz yavaş keçəcəyik. Bugünkü dərsimizin mövzusu data i время, yəni tarix və vaxt funksiyalarıdır. İndi bir belə misal götürək. Tutalım ki, bankda kredit götürübsünüz və müəyyən sizə vaxt qoyulur ki, müəyyən bir tarix göstərilir ki, həmin tarixə qədər siz ödənişinizi yerinə yetirəsiniz. Yazırıq burada ödəniş tarixi. Tutalım ki, bu yanvarın 15-idir. 2025-ci il. Və bugünkü tarixi bilmək istəyirsiniz. Bugünkü tarix nədir? Biraz böyüdək belə. Əgər kompüterin vaxtına baxsaq, bugünkü tarix görürsünüz. Martın 19-u 25-ci ildir. Bu tarix burada yerləşdirmək üçün, görmək üçün keçirik data i время bölməsinə və сегодня, yəni bugün funksiyasını seçirik. Və fikir verirsiniz, bu funksiyada arqumentlər yoxdur. Yəni mötərizənin içində heç nə yazmaq lazım deyil. Basırsınız OK düyməsini və bugünkü tarix burada görsənir. Buna oxşar bir funksiya da var. Belə bir funksiyadır. T-data, yəni tekushya data, yəni indiki tarix. Fərqi nədir? Fikir verirsiniz. Görürsünüz. Bu da tarixi göstərir. Bu funksiyada tarixi göstərir, amma əlavə vaxtı da göstərir. Görürsünüz. 13:26. Yəni hal-hazırda olan tarixi və vaxtı göstərir. Bu funksiya isə сегодня. Yalnız tarixi göstərir. Bunu sildik. İndi tutalım ki, burada bilmək istəyirsiniz ki, sizə qoyulan ödəniş tarixdən nə qədər vaxt keçib? Yəni gecikdirib sizdə ödənişi. Ödənişi yerinə yetirməyibsiniz. Burada yazılır, tutalım ki, gecikmə. Belə gecikmə. Birinci tarixdən yazırıq bərabər və birinci tarixdən çıxırıq ikinci tarixi. Görürsünüz, gecikmə 63 gündür. İndi bunu format da eləyə bilərsiniz. Yəni format necə? Yəni tutalım ki, əgər buradakı olan rəqəm sıfırdan kiçikdirsə, onu qırmızı rənglə göstərsin. Bunu necə eləmək olar? Keçirik Glavnaya Home tabına və buradan bu əmri seçirik. Uslovnaya formatirovaniyya, yəni şərtli formatlaşma. Seçdik. Burada göstəririk Pravila выделения ячеек, yəni xanaları necə formatlaşdırmaq olar. Seçirik menşi. Bizə lazımdır ki, sıfırdan aşağı olan, yəni sıfırdan az olan rəqəmi menşi və bu xanada sıfır yığırıq. Və fikir verirsiniz, sıfırdan aşağı olursa rəqəm, yəni minus mənfi 63, o saat belə bir formatlaşdırma gedir. Onu dəyişə bilərsiniz. Bu uzaqdan, yəni belə yaxud belə yığa bilərsiniz. Tutalım ki, bunu yığaq. Krasный tekst, yəni qırmızı mətn. Belə. Belə də eləmək olar. Hoşunuza gəlmirsə, belə də eləmək olar. Krasная граница, qırmızı sərhədlər. İstəmirsə, elə bunu saxlayaq. Svetlo-krasная заливка. Belə. Yəni qırmızı rənglə buranı doldurur. OK düyməsini basırsınız. Bu belə. Sonra keçək növbəti funksiyalara. Tutalım ki, bu tarixdən 19.03.2025
Bir biz həm günü ayırırıq, yəni seçirik buradan, həm ayı ayırırıq, yəni buradan çıxardırıq, həm ili, həm də həftənin gününü. Gəl burada belə yazaq. Gün, ay, il və həftənin günü. Belə. Bu tarixdən günü ayırmaq üçün seçirik gen, yəni gün funksiyasını. Bu bölməyə tarixi daxil edirik. Bizdə bu tarixdir. Elə üstündən basırıq. Burada görsənir B2 xanası, yəni B sütunu ikinci sətr. Və burada avtomatik görsənir 19. Yəni burada 19 yazılacaq. Okey. Günü seçdik. İndi keçirik aya. Eyni əməliyyatdır. Keçirik bura. Sadəcə olaraq funksiya dəyişir. Ay rus dilində gedir mesaj. Yenə də tarixi bura yerləşdiririk. Okey. 3-cü ay. İndi ili seçirik. Yenə də əməliyyat təkrarlayırıq. Sadəcə olaraq funksiya dəyişir. Olur qod, yəni il. Tarixi yerləşdiririk. Okey. Gördünüz, 19'u da ayırdık buradan. 3'ü de ayırdık. 2025'de ayırdık. Yeni geldi haftanın gününe. Buradan seçirik. Cennet, yani cennet. Yine de tarihi yerleştiririk. Ama burada biraz dikkatli olmak lazım. Fikir verirsiniz. Şimdi OK düğmesini basıram. Burada görürsünüz ikinci xana da var. OK düğmesini basanda burada 4 yazacak. Bu düz değil. Çünkü fikir verirsiniz tarihe. Görürsünüz bizde bugün ayın 19'du, bu 3. gündür. Görürsünüz burada yazıp sırada. Bizde 3. gün gelir. 1. gün bazar ertesidir. 2. gün çarşamba akşamıdır. 3. gün gelir çarşamba. Yani bizde çarşamba 3. gündür. Ama burada gösterir 4. gün. Neye göre? Gəl bu əmri ləğv edeyim. Bir də əmri təkrarlayırıq. Tarihi daxil edirik və burada fikir verirsiniz tip, ikinci bölümə. Və burada sizə yazılır ki 3 növ tip var. Bazar günü 1. gün sayılır. Bazar günü 7. gün sayılır. Bazar günü 6. gün sayılır. Bizdə ümumiyyətlə postsovet ölkələrində bazar günü əmməşə, yəni воскресенье, vısı 7. gün sayılır. Bazar ertəsi, ponedelnik 1. gün sayılır. Ona görə burada tip seçəndə əmməşə 2 seçiniz. Görürsünüz dəyişdi, oldu 3. Yəni çərşənbə günü bizdə 3. gün gelir. Okey. Belə həmin tarixdən 4 funksiyanın köməyi ilə günü, ayı, ili və həftənin gününü seçə bildik. Gəl indi öz yaşımızı hesablayaq. Burada yazırıq doğum günü. Tutalım ki bu olub. Deyək ki fevralın 15'i 2000-ci ildə. Siz doğulubsunuz. İndi bugünkü tarixi götürürük. Bax bu tarixi götürürük. Qoyuruq bura. Kopyaladıq. Buradan seçirik. Сегодня, yəni bugün. Və hesablayırıq. Burada indi belə yazaq. Yaş və dəqiq yaş. İndi başa salacağım bu nə deməkdir. Burada hesablayırıq. Fərq nə qədərdir? Tarixlər arasında bərabərdir. $9164 gün fərq eləyir. Yəni sizin yaşınız belə deyək. 9164 gündür. Yəni belə baxsaq 2000-ci il, 2025-ci il sizin 25 yaşınız var. İndi bu günləri necə
ilə çevirmək olar. Yazırıq bərabərdir. 9164'ü bölürük 365'e. Yəni ildə 365 gün var. Bu sizin yaşınızı göstərir. 25 tam və burada görürsünüz rəqəmlər gəlir. İndi yuvarlaşdırsaq, bu yuvarlaşdırma əməliyyatını gələn dərslərdə keçəcəyik. Bu ili 25 tam %11. Burada 6 olduğuna görə 0 olur 11. Və dəqiq yaşı tapmaq olar. Dəqiq yaş nə deməkdir? Bax, bu funksiyasının köməyi ilə. Görürsünüz, var doля года. Yəni ildə olan pay. Belə tərcümə eləmək olar. Basırsınız və burada həmin tarixləri daxil edirsiniz. Amma burada görürsünüz bazis xanası var. Burada bilinmir bu bazis xanası nəyə göstərir. Ona görə bu əməliyyatı gəlib başqa cür eləyək. Funksiyanı başqa cür daxil eləyək. Yazırıq bərabərdir. Rus dilində burada yığırıq. Doля года. Doля года. Görürsünüz burada çıxır. Bunun üstündən basırıq. Və artıq bizdə burada görürsünüz kömək var. Начальная data. Yəni birinci tarix hansını daxil edirik? Bunu. Yəni buradan bunu çıxacağıq. Yığdıq. Nöqtə vergül. İkinci tarix. Nöqtə vergül. Və fikir verirsiniz o saat kömək gəlir. Yəni bazis nə deməkdir? Görürsünüz 5 variant var. 0-dan 4'e qədər. Biz sizcə ikinci variantı. Yəni 1'i. Nəyə görə? Çünki bu variantda həm adi illər nəzərə alınır. Hansındakı 365 gün var. Həm də uzun illər. Hansındakı 366 gün var. Yəni 4 ildən birində bir deyək yay olimpiya oyunları olan illərdə, yəni 2020, 2024, 2016 ildə 366 gün olur. Başqa illərdə isə 365. Bax, bu bazis onu nəzərə alır. Yəni burada 1 yığmaq lazımdır. 1 və enter düyməsini basırıq. Fikir verir, bir balaca düzəliş oldu. Burada 25 10'dur. Burada isə 25 08'dir. Bu funksiyalarla bu günə bu qədər. İndi isə gəliz qeydləri nəzərdən keçirək. Baxaq görək xanalara qeydləri necə qoymaq olar. Tutalım burada qeyd eləmək istəyirsiniz ki, bu dəqiq yaşdır. Və buradan yığışdırmaq istəyirsiniz bütün bu məlumatı. Amma buradan yığışdırsaz, istifadəçi başa düşməyəcək. Bu nə deməkdir? 25.088. Buradan yığışdırıb burada yazmaq istəyirsiniz. Bunu necə eləmək olar? Keçirik. Recenzir, yəni referens tabına. Kursor qoyuruq lazım olan xananın üstünə. Və buradan создать примечание, yəni qeyd yarat. Və burada yazırsınız dəqiq yaş. Artıq buradan bu məlumatı silmək olar. Tutalım ki, burada nəsə yığmaq istəyirsiniz. Yenə də eyni əməliyyat təkrarlayırsınız. Yazırsınız il. Tutalım ki, burada yaradırsınız, yazırsınız gün. Və belə qeydlər yaradırsınız və qeyd yaradanda xananın sağ tərəfində yuxarısında belə üç bucaq görsənir. Qırmızı rəngdə üç bucaq görsənir. Və kursoru yaxınlaşdıranda həmin üç bucaqlara qeydləri görürsünüz. Əgər bütün qeydləri görmək istəyirsinizsə eyni vaxtda basırsınız bu düyməni. Görürsünüz, bütün qeydləri sizə göstərir. Yığışdırmaq istəyirsiniz, yığışdırırsınız. Sonra bir qeydləri görmək istəyirsə, tutalım ki, gedək, yuxarıdan aşağı gedək, belə. Basırsınız bu komandanı, bu əmri следующий, yəni növbəti. Görürsünüz, göstərir. Bunu basanda предыдущий, yəni əvvəlki, keçir əvvəlkinə. Belə. Əgər nəsə qeyddə dəyişir eləmək istəyirsiniz, basırsınız bu əmri, izminiz примечание, qeydi dəyiş. Keçir bu xanaya, görürsünüz, kursor yanıb sönür. Və lazım onu dəyişik eləyə bilərsiniz. Nəsə yaza bilərsiniz, tutalım. Belə.
Əgər qeydi yox eləmək istəyirsinizsə, tutalım burada bir dənə qeyd eləyək nəsə. Nəsə yazdıq. Səhv qeyd. Qoyuruq bura udalit. Və qeydi yox eləyirik. Bugünə bu qədər. Təşəkkürlər.